Demişdik ki, Pyotr Azərbaycandan ən çox nəyi aparırdı? Ən çox nəyin istismara yönəlmişdi? Ağ neft, sonra texniki bitkilər, bir də zəfəran. Düzdür? Hətta kiməsə ölüm hökmü vermişdi. Kimlərə ölüm hökmü kəsirdi? Tut ağacı kəsənlərə. Demək, bu Azərbaycanı talayıb, apap satmaq üçün olan əsas məhsullar idi o dövrə aid. İndi təbii ki, bu dövrdə də ona görə işğal etmişlər ki, Azərbaycanın sərvətlərini mənimsəsinlər. Baxaq görək, əsasən nələri mənimsəyəcəklər, nəyə aparasıdırlar. Çarizm istəyirdi ki, Azərbaycandan satış bazarı kimi istifadə etsin və xam mal mənbəyi kimi istifadə etsin. Yəni bizim əkdiyimiz, biçdiyimiz, nəyimiz varsa aparırdı Rusiyaya, orada emal eləyirdi, təbii ki, bizdən ucuz alıb aparırdı. Qaytarıb gətirib bizə təzədən baha qiymətə satırdı. İki tərəfli qazanmış olurdu. Xam ipəkdir, pambıq, qızılboya, ağ neft, zəfəran və bütün bunlar hara daşınırdı? Rusiya ərazisinə Azərbaycandan daşınırdı. Ucuz alıb baha satmaq siyasəti kimi yadda saxlayırıq bunu. Yaxşı, yəni bu müstəmləkə siyasətidir. Ucuz almaq, baha satmaq. İlk manufakturalar Nuxada yarandı 1827-ci ildə. Bəs Rusiyada ilk manufaktura nə vaxt yaranmışdı? Yadda qalmadı. 1630-cu illərdə yaranmışdı. Azərbaycanda isə 1837-də. Nədir manufaktura? Əməklə əsaslanan Muzlu, əməyə əsaslanan, əmək bölgüsünə əsaslanan ilk kapitalist müəssisəsidir. 1836-cı ildə Qafqazda ipəkçiliyi, ticarəti yayan cəmiyyət yaradıldı və bu cəmiyyət muzlu əməkdən istifadə edən ilk ipəkçilik təsərrüfatı idi. Bilirsiniz də, məcburi əməkdir, indi isə keçdi muzlu əməyə. Sonra Şəki ipəyi Rusiya ipək fabriklərinin baramaya olan tələbatının çox hissəsini ödəyirdi. Və balıq vətəgələridir, duz gölləridir, neftdir. Bir də zəyi götürəcəksiniz ki, bunlar iltizama, yəni icarəyə verirdilər. İltizama verilmə inkişafa yox, zəifləməyə gətirib çıxaracaq. Azərbaycan sizcə sənaye ölkəsi idi, yoxsa aqrar ölkədir bu dövrdə? Aqrar ölkədir. Aha. Kənd təsərrüfatında, kənd həyatının vəziyyət necə idi? Bəli, amma ruslar çalışırdı ki, əhalinin sayını artırsın. Niyə sayımızın artmasına önəm verir sizcə? İşçi qüvvəsi artır, vergi verən əhalinin sayı nə olmuş oldu? Artmış oldu. Biz əvvəlcə xanlıqlar dövründə kəndləri böldürdük hansı qruplara? Yadınızdadırmı? Sol. İndi isə burada artıq verilmiş fərmanda kəndlilər bölünəcək iki qrupa. İndi biz o islahatları ayrıca keçəsirik, hələ ki bu ümumi deyək. Dövlət kəndliləri və sahibkar kəndlilərinə böləcək. Dövlət kəndliləri hansı kəndlilər idi? Rusiyaya qarşı çıxan xanların, bəylərin, torpaqları və kəndliləri dövlət tərəfindən birbaşa müsadirə edildi. Yəni dövlətə keçdi. Bunlar oldu dövlətin tərkibində qalanlar, yerdə qalanlar oldu sahibkar kəndləri. Vəziyyəti ağır idi sahibkar kəndlərinin. Çünki onlar həm dövlətə vergi ödəyirdilər, həm də sahibkarlar. Buna görə vəziyyətləri necə idi sizcə? Ağır idi, pis idi, bəli. Baxaq görək hansı torpaq mülkiyyət formaları vardı. Uşaqlar, dövlət torpaqları var idi. Dövlətə məxsus torpaqlar belə adlanır. Tiyul torpaqları var idi. Tiyul torpaqları nə vaxt yaranmışdı? Tiyul torpaqları hansı dövlətin dövründə yaranıbdı? Səfəvilər dövründə yaranmışdı. Burada da çarizmə sədaqətlə xidmət göstərənlərə nə ödəyirlər? Tiyul torpağı verirlər. Vəqf torpaqları, bunlar hansı dövlətin dövründə yaranmışdı? Ərəblərin dövründə yaranmışdı. Davam edir vəqf torpaqları məscidlərə, yəni dini idarələrə məxsus, həm də kilsələrə məxsus torpaqlarını adlandırdıq vəqf torpağı. Mülk və mülkü xarisə, bunlar eyni torpaq kateqoriyasına daxildir. Yerli bəy və ağaların irsi torpaqlardır. Alqı-satqısı sərbəstdir, istəsə də hədiyyə verə bilər, yəni onun istifadəsinə tam sərbəstdir, irsiliyi var. Bu da oldu mülk və mülkü xarisə torpaqları. Rus işğalları dövründə xanlıqlardan qalan vergilər saxlanıldı. Və bu dövrdə əsas vergi olacaq malcəhət bəhrə. Malcəhət necə vergi idi uşaqlar? Bəs bəhrə? Sudan istifadəyə görə verilən vergi idi. Beləliklə, əsas vergilər də budur. Digər dedik ki, xanlıqlar dövründə olan vergilər də saxlanılır. Uşaqlar, Rusiya hökuməti yarımköçəri həyat tərzi sürən kəndliləri mədəniyyətdən uzaq hesab edirdi. Zorla çalışırdı ki, onlar oturaq həyata keçsinlər. Bizim hansı dövlətlərimiz yarımköçəri həyat tərzi sürən elatların mövcudiyyətinə görə mərkəzləşə bilməmişdi. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Şəhərlərdə vəziyyət necə idi? Təbii ki, şəhərlər ən çox sənətkarlıq və ticarətlə məşğuldur. Rusiya 1829-cu ildə Şiə məzhəbli əhaliyə rəhbərlik etmək üçün Şeyxüslam, Sünni məzhəbinə rəhbərlik etmək üçün müftü vəzifələri təşkil etdi.
Yerli zadəganları özünə yaxınlaşdırmaq üçün 1830-cu il fərmanı ilə müsadirə etdiyi torpaqları təzədən qaytardı bəy və ağalara ki, onlar kimlə yaxınlaşsınlar? Rusiya ilə yaxınlaşsınlar. 1836-cı ildə Xaçın deməli məlikliyində yerləşən Alban katolikosluğu ləğv olundu. İndi sual yarana bilər ki, sizdə nəyə görə Katolikosluq Alban nə? kilsəsi ləğv olundu? Axı bunlar da ruslar da xristianlığa sitayiş edirlər. Tamam. Bizlə rusların xristian dinindəki məzhəbində fərq var idi. Buranı gələcəkdə erməni dininə daha çox yaxınlaşdırmaq üçün, onların məzhəbinə və rus pravoslavların dininə yaxınlaşmaq üçün bizim yerli kilsələri ləğv etdilər. Bunları sonra dəyişəcəklər formatını ki, gələcəkdə göstərsinlər ki, güya erməni kilsələri burada mövcud olubdur. Alban kilsələrini sıradan çıxartdılar. 1821-ci ildə güzəştli ticarət tarifi var adı üstündə. Qafqaza gətirilən mallardan güzəşt edilib, yalnız 50%-dən kömrük alındı. Bu tarifin tətbiqi təbii ki, ticarəti nə edəcək? Sizcə canlandırdı. Sənaye burjuaziyasının arasına səbəb olasıdır, çünki özlərinin istehsal etdiyi malları sata bilmirlər, kənardan gələn məhsullar daha çoxdur. Ona görə də 1821-ci ildə verilmiş tarif tezliklə nə oldu? Ləğv olundu. 1831-ci ildə yasaqlı tarif verildi. Yeni ticarət tarifində Avropadan Cənubi Qafqaza malların gətirilməsinin kömrük vasitəsilə dayandırdılar. Yəni kömrük haqları burada artırıldı. Azərbaycanın da 3-cü ölkəyə keçirilməsi qadağan edildi. 1836-cı ildə rəhdar vergisi deməli ləğv edildi. Nə idi rəhdar? Rəhdar nə idi? Nə cür gömrük? Daxili yoxsa xarici? Daxili gömrük haqqıdır. Hansı dövlətdə öyrənmişdiniz ki, rəhdar var imiş? Osmanlıda var idi. Osmanlıda da var idi, yadınızdadırsam. Osmanlıda da var idi və bu daxili kömrük haqqıdır. Sizcə daxili kömrük haqqının ləğv olunması müsbət yoxsa mənfidir inkişafa? Bəli. Və hər bir xanlığın özünün ölçü çəki pul sistemi var idi. Məsələn, qara pulları harda idi? Qara pulları İrəvanda. Şahı Abbasi Gəncədə. Pənahabadi Qarabağda. Demək, hər birinin öz pul vahidi var imiş, düzdürmü? İndi hər bir ərazidə ayrıca pul vahidi sizcə ticarəti inkişaf elətdirər yoxsa zəiflədir? Zəiflədir. Aha, ona görə də Rusiya 1839-43-cü ildə özünün vahid ölçü çəki pul sistemini Azərbaycana tətbiq elədi. Bu da daha sonra da natural vergini pul vergisinə əvəz etdi. Natural vergi nə ilə ödənilən vergi idi? Məhsulla. Bunun pulla ödənilməsi o deməkdir ki, biz indi o məhsulu hara çıxartmalıyıq? Bazara. Onu satmalıyıq ki, pul əldə edib gətirib neyniyək? Pulla vergini ödəyək. Əmtənin istehsalını artırdı. Yəni satmaq üçün istehsal edəcəyimiz məhsulu artırmış oldu. Üstəgəl feodalizmdə bazar var idi, uşaqlar yox idi. Bazarın yaranması özü kapitalizmə olan inkişafı açacaq. İndi deyəcəksiniz, ruslar niyə bu islahatları keçirdilər? Təbii ki, ərazinin fəthini tamamlamaq, iqtisadi fəthini tamamlamaq, daha rahat istismar edib daha çox gəlir əldə etməyə yönəlmişdi hamısı. Aydın oldu. Sual var?